Dostlar, ismin halları mövzularını izah eləməyimiz davam edir. Hal-hazırda yönlük halı izah eləməyə çalışıram. Yönlük hal adında da göründüyü kimi yön istiqamət bildirir. Yönlük halın şəkilçisini burada qeyd eləmişəm. A, Ə, Ya, Yə. Bitişdirici samit olaraq həm Y samitindən, həm də N samitindən istifadə oluna bilər. Ya, Yə samiti istifadə oluna bilər. Bir də söz mənsubiyyət şəkilçisindən sonra, üçüncü şəxsin mənsubiyyət şəkilçisindən sonra yönlük halın şəkilçisi artırılanda bitişdirici N samitindən də istifadə olunur və bu zaman nanə şəklində olur. Məsələn, tutaq ki, deyirik atasına. Gördünüz, burada bitişdirici N'dən istifadə olundu. Belə bir şey olur. Sualları kimə, nəyə, haraya? Bəzən olur ki, yönlük halın sualı hara sualı olur, onu adlı halın sualından fərqləndirməkdən ötürü bütün yönlük hal sualını haradan haraya şəklində salmaq olur. O Bakıya gedir, o hara gedir, Bakıya gedir. İstəsək o haraya gedir şəklində də deyə bilirik. Amma Bakı böyük şəhərdir, hara böyük şəhərdir, Bakı. Haraya böyük şəhərdir demək düzgün deyil. Bu şəkildə fərqləndiririk. Yönlük hal cümlədə tamamlıq, zərflik və xəbər olur. Ondan sonra qoşma ilə işlənə bilir. Yönlük halda qoşmalar var. Onlar yönlük hala qoşulanda müxtəlif cümlə üzvləri olurlar və müxtəlif mənasaları yaradırlar. İstiqamət bildirən qoşmalar olur. Məsafə bildirənlər olur. Səbəb, istinad və s. bildirənlər olur. Qoşma mövzusunda danışarıq bu barədə. Bəzən olur ki, istisna hallarda yönlük hallı söz yön istiqamət bildirmir, miqdar bildirər. Məsələn, bu dəftəri 50 qəpiyə aldım, neçəyə aldım, nə qədər pul aldım bu mənada. Yön istiqamət bildirmir. Sonra açıq saitlə bitən bəzi sözlər yönlük halda tələffüz zamanı sonuncu saiti qapalı sait, açıq saiti qapalıya keçir. Yəni A ilə Ə, I, İ, U, Ü müvafiq olaraq özündən əvvəlki saitdən asılıdır. Əvvəlki hecadakı saitdən asılıdır ki, I-yə keçsin, İ-yə keçsin, U və yaxud Ü-yə keçsin. Bax, məsələn, tutaq ki, nənə sözü yönlük halda işlənir nənəyə. Biz onu tələffüz zamanı nəniyə şəklində deyirik. Babaya, babıya, arabaya, arabaya. Bu şəkildə. Elə sözlər də var ki, onların yönlük halda yazılışı fərqlidir, amma tələffüz şəkli eynidir. Xala sözüdür yönlük halda işlətəcək. Bir də xalı sözü, xalça sözünün sinonimi. Hər ikisi xalıya şəklində tələffüz olunacaq. Kirpi var, kirpik var. Kirpi heyvan, bu da Y bitişdirici olacaq. Kirpik sözün başlanğıc forması. Bu da Ə burada yönlük halın şəkilçisidir. Burada bitişdirici samit yoxdur. Hər ikisi kirpiyə şəklində tələffüz olunacaq. Sonra qalamaq feili var. Bir də qala ismi var. Bunlar da qalıya şəklinə düşür. Amma bu feilin yönlük halından əlaqəsi yoxdur da. Feilin arzu şəklində olur bu. Qala sözü isə ismin yönlük halında olur. Dələ sözü var, dəli sözü var, bir də dəlik sözü var. Onların da hər üçü tələffüz zamanı dəliyə şəklində tələffüz olunur. Burada məsələn, yalnız burada fikir verin, dəliyə sözünün yazılışı ilə tələffüzü arasında fərqi yoxdur. İkisi də eyni cür yazılır və tələffüz olunur. Dələ sözündə isə Ə saiti, İ saitinə keçir. Dəlik sözündə də burada dəlik sözünün özündə yazılışı ilə tələffüzündə fərq yoxdur. Sadəcə bu üç sözün üçünün də tələffüz şəkli demək eyni şəkildə yazılır və görünür, deyilir və ifadə olunur. Bu şəkildə demək yönlük halına bağlı başqa nə deyəcəkdik? Elə bu qədər.